Hər vaxtınız xeyir olsun, değerli Kanal 14 izləyiciləri. Bugün biz Abşeron rayonunun Qobu qəsəbəsində Cəfər Cabbarlı küçəsindəyik. Çox saylı vətəndaş müraciətləri və çox saylı məlumatlarla bağlı buradayıq. Hansı ki məlumatların içində küçələrin çox bərbad halda olması, keçilməz halda olması və qanunsuz tikintilər, eyni zamanda sənədsiz tikintilərlə bağlı çox saylı müraciətlər və məlumatlar var idi. Onunla bağlı biz gəldik. Düzdür, başqa küçələrdə də olduq, bir neçə küçələrdə olduq, müxtəlif vətəndaşlarla, daha doğrusu yerli sakinlərlə həm söhbət olduq, onların da. Nəticədə belə başa düşdük ki, problemlər yalnız hamının problemləri ortaqdır. Küçələr, kanalizasiya problemi və sənədsiz evlər. İndi yanımızda həmin, mən az öncə də qeyd etdim ki, Cəfər Cabbarlı küçəsindəyik və yanımızda Cəfər Cabbarlı küçəsinin sakinləri var. Mən ilk öncə fiziki məhdudiyyətli şəxsdən başlamaq istəyirəm müsahibəmizə, çünki daha çox əziyyət çəkən, düzdür, hər kəs əziyyət çəkir. Özü də məktəb yoludur və valideynlər də uşaqlarını aparıb gətirəndə. İndi hava xoş olduğuna görə, yəni günəşli olduğuna görə bilinmir, amma sakinlərin sözlərinə görə bir balaca yağış yağan kimi küçədə gölməçələrdən keçmək olmur. Ondan daha çox əziyyət çəkən sakinlərdən birinə yaxınlaşıram. Hər vaxtınız xeyir, özünüzü təqdim edirsiniz. Adım Mehdidir, mən bu küçənin sakiniyəm. Gözünüzdə gördüyünüz kimi küçələrimiz bərbad gündədir. Hələ yağış yağmır, quraqlıqdır, belə keçir. Yəni yağış yağanda çox çətinlik olur. Uşaqlar məktəbə gedə bilmir, yaşlısı çıxır mağazaya çıxa bilmir, ayağı palçığa batır. Yəni mən özüm misal üçün 50 insanam, mən özüm istəyirəm çıxan bir hava ala bilmirəm. Çətinlik olur, qayıdıram geri. Yəni belə gördüyünüz kimi Bələdiyyəyə müraciət eləmisiniz? dəfələrlə müraciət olunur, belə bugün sabah belə deyim də, başdan eləmək kimi də, yəni bugün olunacaq, sabah olunacaq, asfalt çəkiləcək, belə ötürüblər də, yəni. Nə qədər müddət belədir? Çoxdan, harca bilmən deyimdir, 4 il, 5 il, yəni belədir ki, yəni fırladırlar söhbəti ki, elə bugün olacaq, sabah olacaq, elə belə ötürürlər söhbəti. Bu müddət ərzində ən azından bir xırda daş dökmək filan, yəni heç bir addım atılmayıb bələdiyyə tərəfindən. Elə qaşıyıblar, amma qrabil tökmək yox. Elə qrabil bu gördüyünüz bu da çoxdan tökülür. O mesela başlarda belə bir, yəni belə qrabil yox. Yalnız küçənin girişinə də. Bəli, küçənin girişində bu gördüyünüz bu qrabili var, amma o tərəflərdə yoxdur. Quraqlıq, belə yəni bərbad gündədir. Başqa nə kimi problemləriniz var? Kanalizasiya problemidir. Məsəl üçün həftədə bir dəfə hamı gətirib maşından o kanalizasiyanı təmizlətməsə, dolub daşır, belə iyi verir, yayda üfunət iyi gəlir. Heç kim həyatında rahat otura bilmir. İyidən, qoxudan heç kim rahat otura bilmir həyatında. Aydındır. Dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, hal-hazırda dayandığımız yer ilə Cəfər Cabbarlı küçəsinin girişidir və giriş hissəsindən artıq 2 kanalizasiya quyusu yanımızda var ki, hər ikisinin elə qapağı demək olar ki, bərbad vəziyyətdədir və çəkilişlə bunu ötürmək olmur, amma sözlə belə ifadə edə bilərəm ki, həqiqətən də üfunət qoxuyur buralar. Təbii ki, bu da insanların sağlamlığına zərərlidir. Sizin də hər hansı fikirləriniz varmı? Siz də müraciətinizi əslində çəkilişdən əlavə də bildirmişdiniz, amma yaxşı olar ki, elə kamera önündə də fikirlərinizi bildirəsiniz. Özünüzü təqdim edin. Hüseynov Rövşən, 1-ci Qarabağ döyüşünün veteranı. Qeyd elədi yoldaş. Hamısı əsaslı, dediklərində hamısında əsas var. Yollarınız bərbad vəziyyətində, gördüyünüz kimi kanalizasiyanız bərbad vəziyyətdə, bütün çirkab sular, hamısı axıdılır kanalizasiya. Belə şey olar, belə şey olmaz ki. Bu kanalizasiya üçün... Yox, kanalizasiya onun üçündür zaten, amma kanalizasiyanın axma istiqaməti, tez-tez dolması filan... Tez-tez dolması da var, üfunəti də verir, təmizləmir, vaxtında baxılmır. O cümlədən də ki, yoldan qalxan toz, üfunət, hamısı sağlamlığımıza ziyan. Bu arada demək istəyirdim ki, yuxarılara da bir nəzər eləyərsiniz. Yalnız bu istiqamətdə olduğuna görə, bu kəndin sentrinə girdiyinə görə, buranı 1-2 metr yeri yalandan cıngıl tökməklə deyil də, o yuxarılara heç baxmırlar. Yuxarı bir balaca yağış yağan kimi gölməçə yaranır, gediş-gəliş çətinləşir.
Aydındır. Qeyd edim ki, dəyərli izləyicilər, məktəb yolu deyilən burada şəhid adını daşıyan küçə də var idi ki, o şəhidin, sinif yoldaşım dediyiniz şəhidin adı necə idi? Bəli, Aşur. Aşur kim o? Aşur familiyası yadımda. Şəhid Aşurun adını daşıyan küçə var ki, məktəb yoludur və orada da tində də həqiqətən də yol keçilməz vəziyyətdə idi. Orada da çınqıl daşları tökülüb, amma sakinlərin sözlərinə görə onu yalnız yerli sakinlərin özlərinin büdcəsi hesabına başa gəlib. Yəni bələdiyyə birmənalı olaraq diqqət göstərmir. Az öncə fiziki məhdudiyyətli sakin də dedi, həmçinin Rövşən bəy də qeyd edir ki, küçənin girişində burada biraz yolu qaşıyıb, şurada daş töküblər, orada görürsünüz vəziyyətini, az öncə kadrlarda təqdim olundu və sakinlər bildirirlər ki, irəli tərəfi, küçənin içəriləri tərəfi çox bərbad haldadır. İndi sizinlə birlikdə biz və yerli sakinlərlə birlikdə həmin əraziyə yaxınlaşırıq, yəni küçənin irəli istiqamətinə gedirik, görək orada vəziyyət necədir. Doğru Xəbər.tv xəbər verir ki, çoxsaylı vətəndaş müraciətləri əsasında bugün Abşeron rayonunun Qobu qəsəbəsində olduq. Qəsəbənin hələ təkcə bir küçəsində, Cəfər Cabbarlı adına küçədə olduğumuz zaman küçənin bütün sakinləri hamısı bir nəfər kimi bələdiyyə sədri Araz Nəcəfovdan şikayətlənərək başının yalnız torpaq satışına qarışdığını dedilər. Bərbad vəziyyətdə olan keçilməz küçələr, yaşayış evlərinin düz qarşısından axan çirkab sular və ətrafa səpələnmiş məişət tullantıları orada yaşayan insanların həm rahatlığını pozur, həm də onların sağlamlığını təhlükə altına alır. Sakinlərin sözlərinə görə ərazidəki bütün boş torpaq sahələri təyinatından asılı olmayaraq bələdiyyə sədri Araz Nəcəfov tərəfindən həyətyanı kimi müxtəlif insanlara satılıb. Hətta qəbristanlığın ərazisinin belə həyətyanı kimi hissə satıldığını iddia edirlər. Qeyd edək ki, ərazidə olduğumuz zaman biz Araz Nəcəfova zəng edib sakinlərin müraciəti əsasında orada olduğumuzu və gördüyümüz bərbad mənzərə barəsində niyə lazımi addımlar atılmadığını soruşduq. Baxmayaraq ki, biz elə zibilli poligonunu xatırlanan ərazinin mərkəzindən zəng edirdik, amma Araz Nəcəfov gözümüzün gördüyünü belə bizə dandırmağa çalışdı. Deyir, mən ərazidə tez-tez oluram və təmizlətdirirəm. O bunu deyən kimi sakinlər dərhal etiraz edərək onun yalan danışdığını dedilər. Hətta rişxəndlə o bura belə gəlməz, denən torpaq istəyirəm, qaça-qaça gələcək deyə bizə sədri əraziyə gətirməyin metodunu da tövsiyə etdilər. Maraqlıdır ki, suallarımızı cavablandırmağa çətinlik çəkdiyi üçün telefonu üzümüzə bağlayan sədr bir neçə dəqiqə sonra yenidən özü bizə zəng edib gülünc iddialar səsləndirdi. Səsimizi ərazi sakinləri də eşidir, eyni zamanda çəkiliş də gedir demişdi ki, dərhal hər kəsə eşitdirmək məqsədi ilə ağlasılmaz ittihamlar irəli sürdü. Onun barəmizdə irəli sürdüyü şərböhtan xarakterli iddiaları ilə bağlı hüquqi tədbirlər görülməsi üçün hüquqlarımızdan istifadə edib gərəkli addımları atacağıq. Mövzunu davam etdirəcəyik. Ya, səni basıb bura. Hara görürlər. Bu yazımı var, o vaxtda. Bax, ora baxdıq da, ərazidə təmizliyidir, zibilliyidir. Oradakı kanalizasiya da boruları bilirsiniz ki, axıdılır hamısı o gölə. Hamı gölə basıb. Oradan da gəlir, bax, buradan gedir, ha? Düzlük vatan. Məhkədən əv. Yəni, bütün o kanalizasiyanın suyu buradan gedir, siz də bu iyi qoxuda yaşayırsınız. İyi qoxtanın bilgisayar basıb, qapını açmağı mümkün. O zibilli ilə bağlı, bax, bu yolla bağlı müraciət etmişsiniz bələdiyyə, nə deyir? Ərzə yazı vermiş, heç baxılma. İşdən aşağıdan təhsil edə bilər. Xəstə də oldum, əvə harada öldü, orada da öldü. Skoruya satsan gəl, sat, xəstə öləndən sonra. Keçildirib, skoruya zəkdən gəl. Adam öldü, qayıt tamam. Belə bizim mesela. Yollar bərbad gündədir, baxılmır. Zibilli, kanalizasiya da burada dediyiniz gibi. Su axıdılır burada, gedir belə. Bax, O qeyd etdiniz. Özüm aparmışam. Yazılı surətdə də müraciət etmişsiniz bələdiyyə. Mən gəldim millətdən qol çəkdirdim şəxsən mən. 56 Adınızı soyadınızı. Şükürov Rəşad Abdullah. Apardım oraya, yaxşı olacaq, yaxşı olacaq. Bu yüzden de bunu hepsi bıraktılar. Nə biz dedikdə nəcasəti buraxırlar. Hələ kanalizasiya. Oradan o gölə, indi gördüğümüz bu gölə Bu buraxırlar. yardımlardı o vaxtı yavru ölənlərlə rəhmət edin. Bu su için çəkdirmiş. Ne bak kanalizasiya. Hacı Mübariz kimdir? Keçmiş bələdiyyə. Belediyemiz. O kişi düzəlmişdi ki, daha bu su buraları basmaz. Akıntı sular. İndi yoxsa ne sular üçündür. İndi kanalizasiya suları. Bakırlar. Aydındır. Zibillidir, yoldur, bunlarla da bağlı hiçbir tədbir görülmür da deyil. Yalan söylüyor da 2070 izləyirlər.